Belə, biz Nizami Sirlər Xəzinəsinin bir anlıq varmalıyıq. Fələkdən gəldi bu əmir. Hər nəfəsdə rəğbət göstərən bu cəld fələk hər pərdədə göstərir min oyun, min bir kələk. İldırım surətilə sirri öyrənən ərlər hər nə gördülər əgər ondan ötüb keçdilər. Aradan qapmayınca iki papaqlıq qədər fələk bir don biçmədi. Əsla bu ana qədər. Yəni, dünya yarananda bugünə kimi Allah Teala ədalət deyilən donu bu xalqın əyninə biçib geyindirmədi. Heç mənim də əynimə geyindirməyib. Bugün biz Nuh'a qayıtdıq. Mən gecə sübhə kimi saat 5 radələrinə kimi burada işlədim. Sübhdən də oyanmışam. Yenə də işlədim, amma işlədiklərimin hamısını öz əlimdən sildi. Budur burada. Görürsünüz. O necə oldu yenə yoxdur burada. Beləliklə də mən bu sehri bilmədim, bilmirəm. Ya Rəbbim, mən bunu silirəm, eyni söz gəlir. Bax, görürsünüz, bax, gecə mən bunu işləmişəm, eyni söz. Bunun indi möcüzəsinə bax. Beləliklə də mən bu sehri bilmədim, bilmirəm, yenə də mənə açıldı. Bu fikri bəlkə 52.000 dəfə fələk mənə burada yığdırır, sildirir, yığdırır, sildirir. Tamam başqa bir şey mən bura yığıram. Bax, incənə mən bura tamam bir başqa bir fikir yığmışam. Bəli, deməli, biz Nuh'un... Bax, budur, bunu tapdım. Əyyamında. Amma bundan öncə nə qədər yazmışamsa, gecə, səhərə kimi, səhərdən indiyənə kimi hamısını əllərimlə silmişəm. İndi biz qayıdıb bundan öncəki, baxın, bundan öncə fikri 35'in ikisi bunu 3 edək. Çünki biz burada artıq 2'ni hələ indi başlayırıq söhbət eləməyə. Çünki əlimlə mən onu sildim. 35'in 3'ü. Biz 2'ni indi söhbət edəcəyik. Onun işi belədir. Bəs nədən bu fikir bura düşmədi? Bax bu. Bir dəqiqə. Beləliklə də mən bu sehri bilmədim, bilmirəm. Yenə də mənə açılmır, bu qaranlıq qalır. Görürsünüz, bax bunu mən səhərdən bəlkə 50 dənəsini silmişəm. Amma mənə yenə də anlaya bilmirəm ki, nədən bu qayıdıb bir də bura düşür. Nədən bu qayıdıb bir də bura düşür. İndi mən bu 3'ü qoyum yıxsın. Anlaya bilmirəm, artıq çaşbaş qalmışam. Bax bu, bayaq mən bilmirəm dediyim fikri bəlkə mən 50 dəfə bura toplamışam, silmişəm, toplamışam, silmişəm. İndi bu fikrin əvvəlini söyləməliyəm, yəni Nuh'a qayıtmalıyam, mən geri qayıtmalıyam və elə indicə çox kədərli bir mən xəbər aldım. Yəni elə bura o xəbər burada olmalıydı deyə mən qayıtmalıyam
geriye. Bu geriye qayıtmaq üçün mən gecə yuxusuz, günüzdə o başdan oyaq, təbii ki buna baş əyirəm mən, amma əvvəlcə mən heç bilmirəm, mən artıq orada nə danışmışam, amma çox kədərli bir hadisə ilə qarşılaşmışam. Mən Nuhun səhifəsindən biraz oxuyum. Çünki mən qabağa qaçmaqla deyil, Allah Teala məni geri qaytarır ki, sən bunu yenidən izah etməlisən. Bəli, biz Nuhun qəbiləsi Allah əvəzinə bütlərə inanırdılar. Onlar bütlərə müxtəlif adlar qoymuşdular. İşləri dara düşən kimi bütlərin yanına qaçar və taxta müqavvalara əl açıb yalvarardılar. Necə ki, bugün millət gedir Qaradaşa, Qəbədə baş əyir, yalvarır, ondan dilək diləyir. Xaçpərəstlər xaçdan, nə bilim, əl ilə düzəldilmiş kuklalardan və ya rəngli boyaqlı şəkillərdən diləyir. Bax, bu bütpərəstlik də indi bu formada formalaşıb, əyə qalıb yeriməkdədir. Belə bir devrin gəlib, elə bir devir gəlib çıxmışdır ki, cəmaat doğru yoldan azmışdır, zülm və zorakılıq, haqsızlıq və ədalətsizlik baş alıb gedirdi. Biz də o devirdəyik. Mən sizə indi bayaq tamam başqa şeylər çəkmişdim, indi olsun ki, onlar bir də çəkilər. Mən indi sizə aparacağım bizim görüntümüzün əvvəlinə. Bax, mən gedirəm ki, bu deməli ayın 12-si 4-cü ay 15-ci ildə bura Gəncədir, Haqq Məhkəməsi 8-ci günün 5-ci görüntüsünə aparıram sizi. Direkt bu dönmede olur ilanı. Sağ ol katına. Ona göre de zulmüne sebep olacaklar. Bunlar günah nedir? Bankirlər günah nədir bilmirlər və mən burada hələ yeniyetmə yaşlarımda mənim institutda hazırlıq kurslarında bir qız ilə bir rəfiqəlik edirdim və bu vağzal dəmir yolun altında, indi bu görüntüyə gedib baxa bilərsiniz. Sadəcə mən buradan bir kəlməni götürdüm. Bankirlər günah nədir bilmirlər və mən eşitdiniz ki, Fikrət gilə gedirəm. Fikrət mənim rəfiqəmin, indi hal-hazırda mənim ocağımda son atamın mülkündə oturan gəlinimizin qardaşıdır və bu onun atası evidir və mən bu həyatda çox olmuşam. İndi orada bank əməliyyatı üzünə görə bu evdə sarsıntı keçirən Fikrət atadır. 2 oğlu var, ikisi də evlidir. Fikrətin həyat yoldaşı bir ailə, 2 oğlun ailəsi və bank borcu. Sələm. Bu insanın bugün ürəyi dərdlədi və dayandı. Bu insan bugün dünyasını dəyişdi. Bank borcuna görə. Görün indi bu bankirlər nə qədər günahı öz üzərlərində gəzdirirlər. Ona görə də Allahın Rəsulu buyurmuşdur ki, sələm almaq, sələm vermək və onlara vasitəçilik etmək eyni cəzaya, eyni cəhənnəm odunda yanacaqlar. Bu insanlar sadəcə sələmi alıblar. İndi gör bu sələm verənlər
hansı belaların içində qovrulacaqlar. Təbii ki, mən bunu heç kəsə diləmərəm, amma bu acı həqiqətdir. Mən bu həqiqəti elə bu dəqiqə dinlədim. Bax, ona görə də səhərdən Allah Taala mənim gecədən, sübhdən nə qədər bax bu imini bu yerdə mütləq oturmalı idi deyə, mən bu xəbəri eşitməli idim deyə bütün yazdıqlarımı öz əlimlə sildi və sübhətən nə qədər əziyyət çəkmişdimsə hamısını məhv etdi ki, bax, məhz bu yerə bu görüntü düşməlidir. Zorakılıq dünyası sələmlə insanların nəfəsini kəsilir burada, bugün. Amma bunu bir məmur, bir devlət, bir bankir və bir bankirin dalında dayanan pulgir dərk etmir. Və indi onun nəfəsi necə kəsiləcək, onu kimsə bilmir. Heç bu insanın özü də bilmir. Biz bunu yaşayıb görəcəyik. Mən yaşadım, gördüm. Bəli, bugün fikrət dünyasını dəyişdi. Mən də dəyişə bilərdim. 2 dəfə demişdim sizə, dərman içib ölməliydim. Amma ölmədim. Ona görə ölmədim ki, bugün bu hikmətləri açım və söyləyim. Bu bir. Bu bir. Ağır da olsa bu bir. İnsanları bütün bu belalardan kurtarmak için Allah Teala Nuh'u peygamber seçti. Nuh aydın nitki, iti ağlı ve güçlü dözümü var idi. Bəli, bu güçlü olur ki Allah Teala bunu seçir. Nuh cemaati Allah'a inanmağa, kafirlikten el çekmeye çağırır. Lakin heç kəs Nuh'u eşitmək istəmir. Elə bugünkü kimi də heç kəs məni bu Allah'ın kəlamlarını bu qədər təbliğ edirəm, kimsə eşitmək istəmir. Bax, həmin vaxtda da belə bir hadisələr olub və Nuh'u kimsə eşitməyib. Nuh onları ilahi cəzası ilə qorxutdu, cemaat isə ona məhəl qoymadı. Nuh'a ilk iman gətirən onun həyat yoldaşı oldu. Amma mənim həyat yoldaşım mənə iman gətirsə də, qarnı acan kimi qarnına qol olan insan söyüş dilindən ata-ata baxırsan ki, kənarda. Xülasə ki, qınamayaq. Onun da var öz cəzası bu dünyada. Amma Rəbbimdən ona rəhim dilərəm. Çünki xırtdəyimdədir, onu çıxardıb ata bilmirəm. Bəli, Nuh ruhdan düşmədi və bu dəfə də qəbiləsini dilə tutmaq üçün, cemaatı həvəsləndirmək üçün dedi, əgər Allah'a inansanız böyük savab qazanacaqsınız. İndiki cemaat deyir, başına söz mü qəhətdir? Faiq Balabəyli deyir ki, mən o fahişəni dinləndirdim, yazdım, pozdum, 5-10 manat pul qazandım. Mən sən niyə dinləməliyəm ki? Faiq Balabəyli dedi bunu mənə. Rəmzi mənada danışıram, təbii ki, dedi, mən heç ona da pis baxmıram, mən də pis baxmıram fahişəyə, pul qazanır o yoldan, bəli, sən də bu yoldan pul qazanırsan, amma Allahın bu cürə gözəl kəlamlarını dərk etmək, dinləmək, sual verib, Nurema xanım, siz bunlar nə üçündür demək əvəzinə üst tutdu, getdi, o da öz vəzifəsinə. Bax, bundan danışırılır burada ki, yəni savab qazanarsınız, gəlin dinləyin. Onlar da yolunu azmış cemaat isə yenə də Nuh'u saymadı. Onlar Nuh'u incitməyə başladılar. Nuh yoldan ötərkən onu daşa bastılar və hətta bir dəstə adam Nuh'u ələ salaraq bizi qorxutduğun Allah'a de ki, öz
cezalarını göndersin. Cezanın birini biz bugün gördük. Çünkü başını sələmə soxan, elə ata məsələ yani var ki, gördüğü işler evlada cihiz olur. Elə atalar da var ki, elə işler görür ki, cəzasını evladın əliyle kazanır. Mən beləsini birini də bilirdim. Mən hələ ekskursiyonlu büroda işləyəndə 78-77-ci illərdən sizə danışıram. Orada bizim müdürümüz vardı, Ramiz Gacıyev. Ramiz Gacıyev gedənə bir lağ edirdi, gələnə bir şər atırdı. Onun da çox şərinə, böhtanına mən məruz qalmışdım və onların hamısını Allaha tapşırmışdım. Və həmin zaman mənim anlayışım yox idi. Mən o belə anlarda əlim heç yerə çatmazdı. Qaçardım İmamzadaya, Göykümbəzə və deyərdim ki, bunu çünki mən öz anamdan, anamın böyük qızından görmüşəm ki, bir şey olanda gedərdilər, elə durub o Göykümbəzə tapşırıb dönərdilər. Önümüzdə bu pişmişdi, mən də bundan dadırdım, mən də belə edirdim. Və belə insanların, bəli, mən kimisinin qəbrə getdiyini, kimisinin qıçadan mərhum olduğunu, kimisinin cavan, bax belə Fikrət kimi ürəyini tutub öldüyünün mən şahidi oldum. Çünki onların dilindən çox şər böhtan eşitmişdim özü ünvanıma. Yani bu haksızlıktır. Bu görürsünüz Nuh'un devrinde de olup insanı orada daşqalaq edirsə, bunlar da sözlə insanı daşqalaq edir, şərlə, böhtanla daşqalaq edirlər, tanıma. Gözləriyle görmədiyi, heç insan gördüğü, gözüyle gördüğünü de deməməlidir. Çünkü günahdır və Allah'a qarşı çıxmaq olmaz. Allah'ın hikmətləri dərk edilməlidir. Biz Fikrəti dinlədik, indi biz qaydaq bir dəqiqə. Gəcə özbaşınalıq, Bakıda Əliyevin hakimiyyət dövrü, Xədicə İsmail, polislər, qadın, eşlik, Xədicə İsmail, biz baktık, Bakıda öyle hakimiyet yok, bu lazım değil, bize başka bir şey lazımdır. Böyle bize Allah Teala'dan Nergis Yaqublu danışır. Müsahibin Musavat Partiyası sədrinin muavini Tofiq Yaqublu'nun qızı Nərgiz Yaqubludur. Nərgiz Yaqublu Musavat Partiyası Gənclər Təşkilatının üzvüdür. Dünən Nəsimi rayon məhkəməsi atanız barədə həbs qəti imkan tədbiri seçibdir. Ailəniz həbsi necə qarşıladı? Biz bilirdik bu həbsi azdan çox hiss eləmişdik. Yəni normal qarşıladıq, yəni sınmadıq, yəni ağlamadıq, sızlamadıq. Yəni atam artıq neçə illərdir mübarizə yolundadır. Yəni o qədər artıq bu adiləşib, həbslər o qədər adiləşib. Mübarizə yolundadır. Herkes mübarizə yolundadır. Ama bunun özü büyük günahdır. Elə bil ki, Allah'ın karşısına keçip sen mübarizə edirsən. Bak bu yanlış yoldur. Bunun içinde bu aile tamamen məhv olub. Kimisi bilmirəm, deyilənə görə bunların hansısa vəfat edib. Mən bu dərinlikləri bilmirəm, çünki bunları mən tanımıram. Sadəcə burada göz yetirib bilirəm ki, belə bir... Buyurun, bax burada da bu. Bu Allah'ın işine karışmaktır. Yani sen sesini ne kadar yükseltirsen yükselt, bu işin başında duran Allah'tır. Onu derk etme gerektir. Bak bunlar günahtır ve başka bir fikirler de vardır burada.
Müsahibim Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur. Son ayda Avropanın iki böyük dövlətinin mükafatına layiq görülüb insan hüquqları sahəsində. Necə oldu birdən mövqe dəyişdi Azərbaycana qarşı? Vəziyyət dəyişir Azərbaycanda. 5 il öncə bu qədər qanunsuz insan hüquqları Azərbaycanda tapdalanmadı. Hər sahədə, yəni ki, işgəncələr, cavanların qazamata tutulması, mülkiyyət hüquqları, söz azadlığı, qeyri-hökumət Söz azadlığı. Bir dənə də burada söz azadlığı var. Bir dəqiqə. Bu insan deyir ki, söz azadlığı yoxdur. Bu insan deyir ki, Peki buna görə mi xoşbəxtsiz? Bəli. Çünki mənim yaradıcılıqla bağlı bir insanam, mənim üçün sözün azad olması, mənim nəfəs almağım kimi. bəli. Bu insan deyir ki, söz azaddır. O insan deyir ki, söz azadlığı yoxdur. Bir-birinə zid fikirlər və bu insanlar hər biri özünü bilgili adlandırır, yəni Allahdan qabağa keçir. Sadəcə bunlar özləri elimsizdirlər və Allahın qisasına yol vermirlər, ayağa qalxıb qabağa yürürlər. Ona görə də bunlar belə cəzalara sahibdirlər. Burada bir dənə də fikir var idi. Yunis'te Yunis deyir ki, Leyla Yunis deyir ki, İlham Əliyev kitab oxumur. Siyasətdə 129 nəfər var, onlardan 40 nəfər o cümlədən bütün idarəçilər, blogerlər, jurnalistlər vicdan məhdudları. Bizim İlham Əliyev kitab oxumur, həbəri yoxdur, o bilmir. Siyasi dustaq kimdir? Bəli, Leyla Yunis də kitab oxuyur, amma kitabın dərinliklərini oxumur ki, mühakimə etmə ki, mühakimə olunmayasan qanunundan xəbərsizdir. Ona görə o əzablar, əziyyətlər çəkir və Leyla Yunis evində kitab yox, buna dedik. Leyla Yunis şükür dinləyici imkan vermirlər. Bəli, bu işgəncədir. Leyla Yunis anlamır ki, bu onun cəzasıdır. Məhz Allah tərəfindən ona verilmişdir. Və bugünün yenə də deyirəm, o Allahın bəlası, bax bunlardır. Təbii ki, mən o biri fikirdə olsun ki, bu haqda demişəm, mən sizə dedim, mən bu fikri tamam başqa fikirlər burada söyləmişdim. O insanın ölümü ilə əlaqədar mənim gecədən səhərə kimi, yəni heç bir pis gündə deyiləm, mən gümraham, baxmayaraq ki, mən səhər saat 4-ə 5-ə kimi yatmamışam, 6-dan 7-dən oyanmışam, yəni bu mənim üçün heç bir əzab gətirici bir şey yoxdur, bu haqq yoludur və burada mən çox gümrah özümü hiss edirəm. Leyla Yunis kimi yatmamışamsa ölmürəm. Leyla Yunisin sadəcə bu səhvlərinin cəzasıdır, çünki o şək etmişdir həyatda. Quran isə deyir, bu dünyada ikən şək etməniz sizin üçün əzabdır. Bəli, Leyla Yunis öz elmi ilə fəxr edərək qarşısındakını heç ilham olmasın, lap əli olsun, pirvəli olsun, alçatmaqla özünü elmli sanıb, amma elmin sirlərindən özünün xəbəri yoxdur və o bilmir ki, hardadır, necədir. Ona görə də nə qədər Allahdan qabağa keçdisə, Allahın gətirdiyi bəla onun üçün bu oldu. Xədicə Yunis üçün başqa bir şey oldu. Xədicə Yunis görün bir dəqiqə onu necə elədilər. Burada bilmirəm, indi bu görüntünü vermişəm, verməmişəm. Buyurun. Necə elərsiniz? Çünki
Ola bilsin burada söğüş de gitti. Onu biraz sakitleştirdiler. Bəli, burada zorakılıkla haksızlık karşı karşıya durup, zorakılıq hökumət tərəfdədir, haksızlık da Xədicə İsmail'in dilindədir. Çünkü o əgər o kadar özünü elimli bilseydi, elimli olsaydı, daha doğrusu özünü elimli bilir, o özünü bu şekilde getirip çıkartmazdı ve Allah'tan qabağa çıxıb qisas almazdı. Çünkü biz İncil'de yazılır ki, qisas almayın. Allah deyir ki, qisas mənimdir, mənim qəzəbimə yol verin. Sizi lənətləyənə xeyir dua verin. Sizi incidənə xeyir dua. Qəzəbə təmkinlə Quranda da bu cümlə, bunlar hamısı bir-birinə zəncirvari bağlanır. Qəzəbə təmkinlə qalib gəlin və pisliyə pisliklə məğlub olmayın. Ama Xədicə İsmail təbii ki özünü elimli aparır, ama onun elimdə xəbəri yoxdur. O sadəcə Yahvanın ya da Slavyan misionerlərinin onlar yolcusudular və o kartdan pullar da çıxardır burada haradasa. Bir dəqiqə onu mən göstərim sizə. Xədicə. O bu pulları hardan alır? Ben bu simaları görmüşəm. Burada qeyri-hökumət təşkilatına qulluq edən Kifə xanım var idi. O qeyri-hökumət təşkilatı, o Yahva şahidləri və ya misionerləri belə şəhərlərlə İncili təbliğ etmək üçün onlar çoxlu pullar ayırırlar bu işlərə və bizim bu avam qadınlarımız, kişilərimiz də bu tələyə düşürlər və belə onlardan pul alıb gözaranı güya ki yaxşılaşdırırlar. Amma evdə soğan çörək yemək, bu biabırçılıqdan mən üstün bilirəm. Soğan çörəyin olsun, amma bu kişilər tərəfindən biri əlliyir, biri zina, bu zinadır, biri səni o gövdəni aparıb atır, ondan sonra otur evində taleyin hökmünə baş ey. Bax, burada deyirlər ki, zahiri xoşbaxtlıq əsl həyatdan geri qalmaq deməkdir. Əsl həqiqət taleyin hökmünə baş əyməkdir və təbii könül zənginliyinə sahib olmaqdır. Yəni sən hökumətdən hiçbir şey ala bilməzsən, onu çünki sənə hökumət deyil, Allahdır verməyən. Allah istəsə hər şeyi gözəl edər. Biz oxuduq fələkdən, o budur. Onun heç bir işinə heç kim qarışa bilməz və heç kim onun fikirlərinə müdaxilə edə bilməz. Mən onun tabii ki burada tapa bilmədim. Xədicə. Tapa bilmədim. Xülasəki ilə bu da yetər görüntü üçün yeterlidir. Deməli, bax görürsünüz, burada kadın haksız olarak ceza görür, ama diğerinde neden pozğun insanı Allah Teala əfedir? Çünkü bir dəqiqə mən onu bir də sizə göstərəcəm. Baxın, bax budur. Çünkü bu kadın özünü müdafiə, Allah'ını deyir yadına getir, ama bu polisler Allah'ı yada getirmirlər. Ona göre bu kadın belki de bilmirəm kimdir, bu nedir, bu xalqa qarşı, hökumətə qarşı çıxmır, bu yalnız özünü mü müdafiə etmək istəyir? Bax, Allah'tan başka gümanı olmayana belə zulüm verenler cezasız qalmayacaqlar. Bax, bu da bir hikmətdir, bu zorakılıqdır. Artıq biz Musa'nın sinəsindəyik və zorakılıq devrinin
Nelere qadir olduğunu buyurun. Buyurun. Bu bizim kişilere yaraşar mı? Bu kadına bu kadar zulüm vermek. Bak belə, burada kadın bağışlanılır ama Xədicə İsmailovanın və Leyla Yunis'in bağışlanılmır. Çünkü onlar hədləri aşıb Allah'tan qabaqda dünya qurmaq istəyirlər. Amma dünyanı siz qura bilməzsiniz. Çünkü dünya Allah'a məxsusdur. Onu istədiyi vaxt quracaq, istədiyi vaxt dağırdacaq. Biz bu dünyaya gələndə heç nə gətirməmişik və heç nə də aparmayacaq. Ona görə də Allah'tan qabağa kimsə keçə bilməz. Oturun, zamanınızı gözləyin, görək Allah bizə daha nələri açıklayacaktır ve bəli budur. Biz Allah'tan gelen o biri görüntüdə də indi nələrsə var. Mən unuttum çünkü çok yazıp bozmuşam. Hiç bilmirəm əllərimlə nə qədər nə yazdım. Zorakılıq, bankirlərin zorakılığı, insanların evini eşiğini əlindən almaq, nəfəsini kəsmək. Bugün bankirlərin zorakılığından insan ölümü, cavan bir insan, məndən də cavan idi oğlan, o cavan bir insan həyatını ailesine tapşırdı. Canını tapşırıp gitti. İndi bu bankirler bu zorakılıkla neler yaşayacaklar, nelerden keçecekler. Hiç ben ona şahit de olmak istemiyorum. Hiç bu zulümü görmek de istemiyorum. Çünkü onlar da insandır. Ama bunlar mütləq həmin dadı dadacaklar. Çünkü insanın nefesi selamdan, selam almaktan kesildi. Yani o pulu verə bilməməkdən ürək dayandı. Bəlkə də bu bir qəsddir. Mən bilmirəm. Sadəcə mən eşitdim ki, bugün o sizi apardığım qapıya heç evə də girmədik. Biz getdik, qayıtdıq. Həmin insan borc içində üzülməkdən özünü üzdü və Allah onun nəfəsini əbədilik kəsdi ki, bu bankirlərə bir zorakılıq, zorla onların evini alırlar, satırlar, minirlər. Bax, bu zorakılığa son qoysun. Bu zorakılıqdır. Bunu kulağınızı açın